Vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 7-ci sinif şagirdləri üçün ümumiləşdirici tapşırıqlar mövzusunun izahlarına baxmış olacağıq. Əvvəlcə birinci tapşırığa keçək. Birinci tapşırıqda bizdən soruşur ki, uyğunluğun müəyyən edin. Və bizə verib aşağıdakı uyğunlaşmanı. Trayektoriya, yol və yer dəyişmə. Baxın, cismin hərəkəti etdiyi xəttdir. Cismin hərəkət etdiyi xətt və yaxud da ki, bu şəkildə tərif deyirdik, cismin hərəkəti zamanı cızdığı xəttdir. Bu hansı idi? Əlbəttə ki, trayektoriya 1-ə A uyğundur. Hərəkətin yalnız başlanğıc və son nöqtələri ilə təyin olunur. Başlanğıc və son nöqtə deyirsə, bu bizə yer dəyişmə haqqında məlumat verir. Ona görə B 3-ə uyğun gəlir. Trayektoriyanın uzunluğudur. Nə? Yol. Əlbəttə ki, yol. Ona görə 2-yə C uyğun getdi. Vektorial kəmiyyətdir. Hər zaman demişik, yer dəyişmə vektorial kəmiyyətdir. Amma yol skalyar kəmiyyətdir. Ona görə də E ikinciyə getdi. Deməli, 1-ə A, C-yə və B-D müəyyənləşdirdik. İkinci sual. Aşağıdakı kəmiyyətlərdən hansılar cismin hərəkəti zamanı sıfır ola bilər? Biz müəyyən etmişik ki, yerdəşmə sıfır ola bilər. Yəni, sıfır ola bilər, yerdəşmə, bəli. Yol heç vaxt sıfır ola bilməz. Çünki biz hərəkət etdiyimiz zaman müəyyən bir məsafəni qeyd etmiş oluruq və bu zaman əlbəttə ki, yol sıfır ola bilməz. Yəni, mütləq şəkildə sənin hərəkətin varsa, demək ki, yolun da var. Yol sıfır ola bilməz. Yol sıfır ola bilməz, demək ki, yola görə sürət də sıfır ola bilməz. Amma yer dəyişmə sıfır ola bilərsə, yer dəyişməyə görə sürət də sıfır ola bilər. Bəli, təcil də sıfır ola bilər. Əgər təcil sıfır olarsa, düzxətli bərabər sürətlə hərəkət etmiş olar. Üçüncü, 3 müxtəlif cismin sürət zaman qrafikləri verilmişdir. Yəni, bu qrafik. Qrafiklərə əsasən təcilin işarəsini müəyyən edin. Yeyinləşən, yavaşlayan və bərabər sürətlə hərəkətə uyğun qrafikləri göstərin. 3 qrafik göstərib və bunlardan hansının yavaşlayan, yeyinləşən və bərabər sürətli olduğunu müəyyənləşdirməliyik. Deməli, birinci qrafikdə görürük ki, bu zaman qrafik aşağıya doğrudur. Yəni, sürət getdikcə azalır. Sürət azalırsa, bu deməkdir ki, cisim yavaşlayan hərəkət edir. Bəli, yavaşlayan hərəkətdirsə, demək ki, təcil mənfidir və yavaşlayan. Deməli, 1-ə uyğun gələcək A-ya. 3-də fikir verin, sürət getdikcə artır. Əgər sürət artırsa, bu deməkdir ki, təcil müsbətdir və yeyinləşən hərəkət etmiş olur. Deməli, 3-ə uyğun gələcək B variantı və 2-də bərabər sürətli hərəkəti göstərmiş olur. Yəni, təcil sıfırdır və bərabər sürətlidir. 2-yə də uyğun gəldi C. B, C, A variantları göstərdik. Daha sonra 4-cü suala baxaq. 4-cü sualda bizə deyir ki, cismin sürət zaman qrafiki şəkildə kimi verilmişdir. Qrafik əsasən tapın. Yəni, aşağıda verilənləri qrafik əsasən tapın. Başlanğıc sürəti, son sürəti, təcili və hərəkətin yeyinləşən və yaxud da yavaşlayan olmasın. Biz demişdik ki, sürət zaman qrafikində, baxın, ilk burada dayanan bizim başlanğıc sürətimizdir. Yəni, cisim hansı sürətlə başlayıbsa, qrafik həmin nöqtədən başlayır. Əgər qrafik bu şəkildə olsaydı və bu nöqtədən hərəkət etsəydi, bu zaman deyərdik ki, başlanğıc sürət sıfırdır. Amma burada 25 nöqtəsindən başlayır. Demək ki, bizim başlanğıc sürətimiz 25-ə bərabərdir. Başlanğıc sürətdə V0 kimi qeyd olunur da. V0 bərabərdir 25 metr bölünsün saniyə. Son sürət nə qədərdir? Baxın, qrafik aşağıya doğru hərəkət edir və bu nöqtədə dayanır. O demək deyil ki, son sürətimiz 20-dir. Xeyr, bu son sürəti göstərmir. Son sürəti müəyyən edən nədir? Son sürəti müəyyən edən, bax, bu nöqtə zamanı göstərir, zaman oxudu. Və buradan perpendikulyar düz xətt keçirir. Baxın, son sürəti bu göstərdi. Demək ki, bizim son sürətimiz 0-a bərabərdir. Və son bərabərdir 0 metr bölünsün saniyəyə. Bəs təcil nəyə bərabərdir? Təcilin düsturunu biz bilirik ki, A bərabərdir V minus V0 bölünsün T'dir. İndi
Müəyyənləşdirdiklərimizi yerinə qoysaq. V son sürətdir. Demək ki, buraya yazacağım 0 minus V0-da başlanğıc sürətimiz 25-dir. Zaman da 20. 25-i 20-yə böldükdə 1,25 amma mənfi. Metr bölünsün saniyənin kvadratı. Müəyyənləşdirdik ki, təcil mənfi 1,25 metr bölünsün saniyənin kvadratına bərabərdir. 1,25 metr bölünsün saniyənin kvadratı. Təcil. Ya burada istəsək A bərabərdir də yaza bilərik. Burada mənfi neyi bildirir? Mənfi hərəkətin yavaşlayan olduğunu müəyyənləşdirmiş oluruq. Yəni, qrafikdən də görünür ki, hərəkət yavaşlayandır və təcil mənfi olmalıdır mütləq. D variantında da soruşur ki, hərəkətin yeyinləşən və yavaşlayan olmasını müəyyənləşdirin. Bizim biraz əvvəl dediyimiz kimi, bəli, hərəkət yavaşlayandır. Yavaşlayan hərəkətdir. Belə. Daha sonra 5-ci suala keçək. Bakıdan Qobustan abidələrini görməyə gedən turisti aparan minik avtomobili 24 metr bölünsün saniyə sabit sürətlə hərəkət edir. Deməli, əvvəlcə ağ lövhə özümüz üçün açaq və orada geniş ətraflı şəkildə izah edib. Baxın, tutaq ki, bu olsun Bakı və Qobustana doğru gedir. Bu da olsun Qobustan. Bakıdan Qobustan abidələrini görməyə gedən turistin apardığı minik avtomobili 24 metr bölünsün saniyə sabit sürətlə hərəkət edir. Yəni, getdiyi zaman V bərabərdir 24 metr bölünsün saniyə sürətlə gedir. Turistin Qobustan quruluna gedib, eyni trayektoriya ilə Bakıya qayıtdığı müddətdə, yəni gedib və Bakıya qayıdıb. Amma bu qayıtdığı müddətdə onun orta sürəti V orta bərabərdir 16 metr bölünsün saniyə olub. İndi bizdən soruşur ki, onun Qobustandan Bakıya yenə sabit sürətlə qayıtdığını nəzərə alaraq həmin sürəti soruşur. Nə qədər olduğunu soruşur. Yəni, getdiyi zaman 24 idi. Bəs gəldiyi zaman V nə qədər olub ki, onun orta sürəti 16-ya bərabər olub. Baxın, fikir verin, burada bizə əslində ipucu verib. İpucu nədir? Getdiyi zaman və gəldiyi zaman, əlbəttə ki, avtomobil eyni yolla gedib gəlib də, demək ki, yollar eynidir. Yollar bərabərdirsə, orta sürətin bir düsturu var idi və yollar eyni olduğu zaman hansı orta sürət düsturundan istifadə olunurdu? V orta bərabərdir 2V1 vurulsun V2, V1 plus V2 düsturundan. Gətirək yerinə qoyaq. Orta sürətimiz var. Biz sadəcə V2-ni tapmaq istəyirik. V1-imiz də var. 16 bərabərdir. 2 vurulsun. V1-im 24 vurulsun. V2 yoxdur. Hələ onu axtarıram. V1-im nə qədərdir? 24 plus V2 hələ onu axtarırıq. Bir-birinə vuraq və o şəkildə açaq tapaq. Burada edir, deməli uşaqlar 48 V2 bölünsün 24 plus V2. 16-nı 24 plus V2-yə vurmalıyam və 48 V2-yə bərabərləşdirməliyim. Yazacağım 48 V2 bərabərdir 16 vurulsun 24 plus 16 V2-yə. 48 V2-dən 16 V2 çıxsam, edəcək 32 V2 bərabərdir 16 vurulsun 24-dən. 32 ilə 16 ixtisar edir. Burada qalır 2. 2 ilə də 24. V2 bərabərdir 12 metr bölünsün saniyə olduğunu tapmış oluruq. Deməli, bizim qayıdan zaman minik avtomobilinin sürəti 12 metr bölünsün saniyə bərabər olduğunu müəyyənləşdirmiş olduq. Daha sonra 6-cı suala keçək uşaqlar. 6-cı sualda bizdən soruşur. Sükunət vəziyyətindən 0,5 metr bölünsün saniyə kvadratı təcillə hərəkətə başlayan avtomobilin ilk 5 saniyə üçün sürət zaman qrafikini quraq. Əvvəlcə gəlin ilk 5 saniyə üçün sürət zaman qrafikini quraq. Biz bilirik ki, əvvəlcə qrafik çəkək.
Sürət zaman qrafiki deyirsə V və T-dən asılılığını müəyyənləşdirəcək. Sükunət vəziyyətindəndir. Demək ki, V0 bərabərdir 0 metr bölünsün saniyədir. Təcili 0,5'dir. A bərabərdir 0,5 metr bölünsün saniyənin kvadratıdır. Və ilk 5 saniyə üçün sürət zaman qrafikini quracaq. Biz bilirik ki, son sürətimizin düsturu V bərabərdir. V0 plus AT düsturudur. Və yerinə qoyaq V1 üçün tapaq. V1 üçün bərabərdir. V0 0 plus A 0,5 vurulsun. T'miz də birinci saniyə üçün götürülür də 1. Bərabərdir 0,5. Tapdım ki, zaman 1 saniyə olduqda V1'imiz 0,5'dir. Ona görə yazacağım. Zaman 1 saniyə olanda V1 0,5 və burada göstərdim. Və 2 için hesablayıram. 0 plus 0,5 vurulsun 2'ye. 0,5 2'ye vuranda 1 metr bölünsün saniyə. Deməli, zaman 2 saniyə olduqda bu da olacaq 1. Və buradan çəkib göstərdik. Və 3 üçün hesablayırıq. 0 plus 0,5 vurulsun 3'e. Bu da edəcək 1,5 metr bölünsün saniyəyə. Deməli, zaman 3 olduqda V-ni tapdıq ki, 1,5 metr bölünsün saniyədir. Və çəkib göstərdik. Və 4 üçün 0 plus 0,5 vurulsun 4'e. 0,5'i 4'e vurduqda 2 metr bölünsün saniyəyə. Deməli, bura 4, burada 2 və hesablayaraq ki, zaman bu nöqtəni aldım. Və 5 sonuncu, çünki 5 saniyə demişdim. 0 plus 0,5 vurulsun 5'e. Bu da edəcək 2,5 metr bölünsün saniyəyə. Buradan götürərək 5 saniyəni. Buradan da götürərək 2,5'e bərabər olduğunu və qrafiki buna görə müəyyənləşdirərik. Buradan bir düz xət keçirərik. Bu da olar bizim sürət zaman qrafikimiz. Və B variantında soruşur ki, qrafikdən istifadə edərək 2 saniyə ərzində gedilən yolu hesablayın. Məhz bu qrafikdən istifadə edərək 2 saniyə, yəni bu saniyə anında gedilən yolu. Biz bilirik ki, sürət zaman qrafikində qrafikin altında qalan fiqurun sahəsi bizə verir gedilən yolu. Yəni bu 2 saniyə ərzində bu cisim nə qədər yol gedərsə, qrafikin sahəsinə uyğun hesablaya bilərik. O zaman hesablayaq. Bu demək ki, sahəni hesablasaq, bax burada. S fiqurun sahəsi bərabərdir. A vurulsun B bölünsün 2. Bu şəkildə hesablamalıyım. İndi A-nı burada nə təmsil edir? Yəni L bərabərdir. A-nı təmsil edir. Bax bu uzunluğu 2 vurulsun. Bir də bax bu. Bu bərabərdir 1'ə də. 1 bölünsün 2'ye. Şimdi bir 2'ye böldükdə 1 metr. Tapdım ki, 2 saniyə ərzində bu cismin getdiyi yol 1 metrə bərabərdir. Yəni bu şəkildə qrafiki qururuq və həmin o grafikin altında qalan fiqurun sahəsi ilə gedilən yolu hesablamış oluruq. Belə. Daha sonra keçək 7-ci suala uşaqlar. 7-ci sualda bizdən nə istəyir? Deyir ki, yol zaman qrafiki verilmiş cismin sürət zaman qrafikini hesablayın, qurun. Yəni, yolun zamandan asılı qrafikini verib. Amma sürətin zamandan asılı qrafikini qurmalıyıq. İstənilən bir nöqtədən başlaya bilərik. Tutaq ki, bu nöqtədən başlasaq, bu zaman yol 60 olduğunu göstərir bizə. L bərabərdir 60 metr. Və aşağıya doğru xət keçirsək, T bərabərdir 15 saniyə. Buradan əvvəlcə biz sürəti taparıq. V bərabərdir L bölünsün T-yə. Yəni 60'ı bölərəm 15'ə. Bu da edər 4 metr bölünsün saniyə. Tapdım ki, sürətim 4 metr bölünsün saniyədir. İndi bizdən istəyir ki, sürət zaman qrafikini quraq. Bu düz xətlə bərabər sürətli hərəkət deyil. Düz xətlə bərabər sürətli hərəkətdə sürətin zamandan asılılığı necədir? V-nin T-dən asılılığı necədir? Sabitdir. Bəli, bu şəkildə qururuq və buraya yazırıq 4 metr bölünsün saniyə. Bu olur bizim
sürət zaman qrafikimiz. 8-ci sual. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Bərabər sürətli hərəkət, dəyişən sürətli hərəkət. Hansı ola bilər? Təcil müsbət ola bilər. Əlbəttə ki, dəyişən sürətli hərəkətdə 1. Təcil mənfi ola bilər. Əlbəttə ki, yenə də dəyişən sürətli hərəkətdə. Təcil sıfıra bərabər olur. Əlbəttə ki, bərabər sürətli hərəkətdə. Yol, yerləşmə və sürətlə ifadə olunur. Bəli, hər üçü yol, yerləşmə və sürətlə ifadə olunur. 9-cu sual. Aşağıda verilmiş qrafiklərdən hansı yol zaman qrafiki ola bilməz? Maraqlı sualdır. Yol zaman qrafiki ola bilməz. Hansı? Biraz əvvəl də demişdim əslində bu barədə məlumat. Demişdim ki, yol heç vaxt mənfi ola bilməz. Mənfi ola bilmərsə, yəni demək ki, yol azala bilməz. Baxın, burada fikir verin, yolun azaldığını göstərir. Demək ki, bu yol zaman qrafiki ola bilməz. Amma ikinci qrafikdə yol artır. Demək ki, ikinci qrafik yol zaman qrafiki ola bilər. Deməli, ola bilməzə soruşursa, demək ki, birinci cavabımızı əsaslandırırıq. Ona görə ki, yol heç vaxt azala bilməz, mənfi ola bilməz. 9-cu sualı aydınlaşdırdıq və 10-cu, sonuncu sualı izah edək. 10-cu sualda deyir ki, mənfi 4 metr bölsün saniyə kvadratı təcillə hərəkət edən avtomobil 5 saniyə sonra dayanır. Onun sürət zaman qrafikini qurun və bu qrafikə əsasən getdiyi yolu hesablayın. Deməli, təcilimiz nədir? A bərabərdir. Mənfi 4 metr bölsün saniyənin kvadratı. Və 5 saniyə sonra dayandığı da deyib. T bərabərdir 5 saniyə sonra dayanırsa və son bərabərdir 0 metr bölsün saniyəyə. Sürət zaman qrafikini qurun deyir. Başlanğıc sürətimiz fikir verin yoxdur. Biz əvvəlcə başlanğıc sürəti tapmalıyıq. Bunu istənilən bir düsturdan taparıq. İstəyirsiniz təcil zaman düsturunu yazaq. A bərabərdir V minus V0 bölünsün T-yə. A-mız nə qədərdir? Mənfi 4 bərabərdir. V0-dır. Minus V0-ımız yoxdur. Hələ onu tapıram. Bölünsün T-dəki 5-dir. Mənfi 20 bərabərdir 0 minus V0. V0 da bərabərdir 20 metr bölünsün saniyə. Demək ki, başlanğıc sürətim nə qədər imiş? 20 metr bölünsün saniyə imiş. Elə. İndi bunu müəyyənləşdirdikdən sonra onun sürət zaman qrafikini qurun deyir. Əlbəttə ki, qurmaq artıq asanlaşacaq. Sürətin zamandan asılı qrafiki V-ni T-dən asılıdır. Biz dedik ki, başlanğıc sürətimiz 20-dir. Demək ki, bu nöqtəni götürəcəm və bu nöqtəyə 20 metr bölünsün saniyə yazacağım. Və 5 saniyədən sonra dayanır, düzdürmü? Bunu qrafiki aşağıya doğru qeyd edirəm və buraya yazıram 5 saniyə. Belə, qrafiki qurmuş olduq. Və əsas məsələ onu deyir ki, bu qrafiki əsasən getdiyi yolu hesablayın. Biz bilirik ki, sürət zaman qrafikinin altında qalan bu fiqurun sahəsi bizə verir gedilən yolu. Bax, bu fiqurun sahəsini tapa bilsək, biz gedilən yolu artıq hesablamış olaraq. Bax, üzbucaqlı üzbucağın sahəsinin düsturu nədir? Bayaqları dedik əslində. S bərabərdir A vurulsun B bölünsün 2-yə. Gətirib yerinə qoyaq, yəni uyğunlaşdıraq. L bərabərdir. A-nı nə təmsil edir? Burada bax 20. 20 vurulsun və B-ni də 5 bölünsün 2-yə. Bu dedir 50 metr. Tapdıq ki, bu sürət zaman qrafikinin altında qalan fiqurun sahəsi 50-dir. Yəni, gedilən yolumuz 50 metrə bərabərdir. Belə uşaqlar, ümid edirəm ki, tapşırıqların izahı hər birinizə aydın oldu. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyimizin memarı siz özünüzsünüz, əziz uşaqlar. Bu gələcəyi necə inşa etmək sizdən asılıdır. Sağ olun.